Sabah Həzrəti Əli əleyhissalamın mövlud günüdür. Hamınızı qarşıdan gələn bu mübarək gün münasibəti ilə təbrik edirəm. Allah Həzrəti Əli əleyhissalamdan dünya və axirətdə bizi ayrı salmasın inşallah. Onun barəsində danışmaq böyük ibadətlərdən biridir. Hədisdir Peyğəmbərdən buyurur ki, zikru aliyin ibadə, Əlini yad eləmək ibadətdir. Onun barəsində danışmaq, eşitmək, onun haqqında düşünmək, onu yad eləmək ibadət sayılır. Həzrət Əli əleyhissalamı yad eləmək insanın aqibətinin xeyirli olmasına, sonunun yaxşı qurtarmasına kömək eləyir. Bir insan nə qədər çox günahkar olarsa əgər, Həzrət Əlini sevərsə, biz ondan naümid olmayaq, axırını gözləyək. Çünki ürəkdə bu sevgi varsa, bu nəyinsə göstəricisidir və ola bilər ki, o insanın axırı, aqibəti hidayətə səbəb olsun, hidayətlə bitsin. Əli ilə imtihan olunur bəşəriyyət. Həzrət Əli əleyhissalamla düşmənçiliyə tarixi səbəb axtarmıyor. Bu səbəb mənəvi səbəbdir. Özləri də izah eləyə bilmirlər. Bu düşmənçilik içində olan xəbisliklərdəndir, başqa bir şey deyil. Çünki o çox pak və çox ucadır. Və məhşərdə necə olacaq qiyamət günü? Qiyamət günü də Peyğəmbər sallallahu buyurur ki, Əntə qəsimul cənnəti və nar. Ya Əli, sən cənnət cəhənnəmi böləcəksən. Yəni, yenə də sənə münasibətlə bilinəcək kim kimdir. Meyar sənsən qiyamətdə və sənə münasibətdir. Səni sevənlər nurdan olan minbərlərdədir. Peyğəmbər buyurur. Çox şükür Allaha ki, onun sevgisi bizim ürəyimizdədir. Çox şükür. Bu xalqa Allah Əli sevgisi nəsib eləyib, özdə bütün məzhəbləri əsrlər boyu birləşdirən sevgidir. Bu xalqın məzhəbindən asılı olmayaraq mayası Əlinin sevgisi ilə yoğrulub. Çox qəribə bir xalqlardanıq biz. Əli və onun övladlarına qəribə bir məhəbbətimiz var. Bizim xalqımızın ən böyük fəzilətlərindən biridir. Və insanların kimliyini müəyyən eləməyin güzgüsü Əli əleyhissalamdır. Necə adamdır deyirlər ki, bunu mən demirəm ha. Bunu din deyir və bunu Peyğəmbər sahabələrindən biri İbn Abbas deyir. Deyir ki, soruşur filan kəs necə adamdır deyirlər, deyən görüm Əliyə münasibətində baxaq bilərik. Meyar buyur. Deyir, səhabələrin içində pakları biz belə tanıyırdıq. Namazla bilinmir axı. Namaz bir gizlədə bilir adamı. Ramazan ayı gəldi, oruç tutur, bilinmir. Həccə gedir, bilinmir. Bir nöqtə var ki, orada bilinir, orada gizlətmək olmur özü. Biz baxırdıq, göz qoyurduq. Əliyə münasibətindən müəyyənləşdirdik necə adamdır. Biz münafiqləri Əliyə düşmənçiliklə tanıyırdıq. İnsan var ki, meyardır. Ona münasibət zəmanədə yaxşıları pislərdən ayırır. Və Əli əleyhissalam bunun başında deyən ilk şəxsiyyətdir.